Qırmızı qatar bilirsiniz hara aparır? Şamanidə yerləşən və Fransanın ən böyük, dünyanın isə ən çox ziyarət olunan buz mağarasına aparır. Mer de Glace. 100 ildən çox yaşı olan bu dəmir yolu qatarı bizi gözəl mənzərələrlə ilk dayanacağa apardı. Montanveux belə adlanır bu 1913 metr yüksəklikdə olan möhtəşəm panoramik dağ nöqtəsi. Hələ 19-cu əsrdə Alexander Dumas, Louis Pasteur, Victor Hugo, Charles Dickens'in ziyarət etdiyi buz mağarasına getmək üçün kanatlarla sonra 170 pilləkənlə aşağı düşdük. Yuxarıdan görünən buz mağaralarından yalnız biri turistlər üçün açıq idi. Təsəvvür edirsiniz, bu şəraitdə, bu cür dağların ortasında insanlar necə belə gözəllik yarada bilib, həqiqətən bu valeh ediciydi. Divarlara əl vurarkən o qədər hamardır ki, bunu kiminsə yonduğuna adam inana bilmir. Sanki elə belə tapılıb və təsəvvür edirsiniz, bu mağara hər il yenidən yonulur, çünki buz hərəkət edir. Mağaranın içində belə işıqlarla fotozonalar yaradılmışdı, heyvan figurları və belə oturacaqlar yonulmuşdu. Qısası məndən sizə kiçik bir tövsiyə. Fransa səfəri planlayırsınızsa, Şamanini mütləq səfər planınıza qatın və bu sehirli buz mağarasına mütləq baş çəkin. Sonda isə adətimiz üzrə suvenir mağazasından soyuducu üzəri üçün maqnit aldıq.